Salam, hörmətli tərbiyəçi müəllimlər və tərbiyəçi müəllim olmaq istəyən namizədlər. Hər birinizi ürəkdən salamlayıram və bu gün söz verdiyim kimi sizə məktəbəqədər təhsildə qiymətləndirmə nədir? Ümumiyyətlə qiymətləndirmə və dəyərləndirmə haqqında, eləcə də uşaq inkişafının izlənilməsi və dəyərləndirilməsi haqqında olan vebinarımın, təlimimin birinci hissəsini sizinlə paylaşmağı planlaşdırıram və belə bir qərara gəlmişəm ki, uşaq inkişafının izlənilməsi və dəyərləndirilməsi mövzusu əslində kifayət qədər geniş bir mövzudur və sizin üçün həm müəllimlərin işə qəbul imtahanında, həm sertifikasiya imtahanında, həm imtahanın test mərhələsində, həm də müsahibə mərhələsində çox vacib, əhəmiyyət daşıyan mövzulardan biridir və bilirsiniz ki, məktəbəqədər təhsilin çərçivə sənədində də uşaq inkişafının dəyərləndirilməsi xüsusiyyətləri, yəni onun qiymətləndirilməsi, dəyərləndirilməsi xüsusiyyətləri mövzusu burada sizin çərçivə sənədinizdə yer alıb və biz bugün baxacağıq bu mövzuya detallı şəkildə və mən belə qərara gəlmişəm ki, mövzu kifayət qədər əhatəli və geniş olduğu üçün bu mövzunu yalnız bir dərs, bir vebinar vasitəsilə izah etməyim. Daha çox bu mövzunu bir neçə hissədə, mərhələli, pilləli şəkildə, yəni sistemli, sistematik şəkildə sizinlə paylaşım ki, sizin üçün də kifayət qədər sadə, anlaşıqlı olsun bu izah və həmin bu hazırladığım bu vebinara, bu təlimə baxmaqla uşaq inkişafının izlənilməsi və dəyərləndirilməsi mövzusu ilə bağlı bizə hər hansısa bir qaranlıq məqam qalmasın. Onu qeyd edeyim ki, mən təlimçiniz Çimnaz Şıxverdiyeva, ADA Universitetinin Təlim və Tədrisin Təşkili və Metodikası magistr proqramından fərqlənmə ilə məzun olmuşam, fərqlənmə diplomu ilə məzun olmuşam və həmçinin hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin sabah qruplarında məktəbəqədər təhsil fakültəsində tərbiyəçi müəllimin pedaqoji ustalığı, məktəbəqədər yaşda sosial-emosional öyrənmə və məktəbəqədər yaşda tənqidi təfəkkürün inkişafı fənlərini tədris edirəm və sizin üçün YouTube kanalım vasitəsilə, yəni MİQ və sertifikasiya imtahanına hazırlaşan tərbiyəçi müəllimlər üçün ödənişsiz video izahlar hazırlayıram. Eləcə də ödənişli dərslərimiz haqqında məlumat almaq üçün mənimlə 055 933 55 75 nömrəsinə yazmaqla məlumat ala bilərsiniz. Bundan savayı bu ekranda qeyd etdiyim nömrə vasitəsilə əlaqə saxlamaqla həmçinin mənim ödənişsiz WhatsApp qrupuma da qoşula bilərsiniz. Hansı ki, orada mən izah verdiyim bu mətnlərin PDF-lərini, testlərini, həmçinin hazırladığım video materialların linklərini ilkin olaraq həmin WhatsApp qrupunda paylaşıram. Həmin WhatsApp qrupuna üzv olmaq üçün linki mənim YouTube kanalımda da açıqlama hissəsində də tapıb rahatlıqla qoşula bilərsiniz. Həmçinin mənim özümə 055 933 55 75 nömrəsi vasitəsilə yazmaqla mən sizi qrupa üzv eləyə bilərəm. Və beləliklə, hörmətli müəllimlər, dediyim kimi, bu təlimin bir neçə hissəsi olacaq. Mən planlaşdırıram ki, bu təlimi sizinlə 4 hissədə izahını 4 hissədə verim. Bugün biz təlimin birinci hissəsinə baxacağıq və birinci hissədə çox yaxşı olar ki, bu mövzu ətrafında əgər müəyyən bir bazanız yoxdursa və yaxud oxuduqlarınız materiallar, oxuduğunuz materiallar və yaxud bugünə qədər öyrəndiyiniz materiallar sizə çətin gəlirsə, bugün sizə uşaq inkişafının izlənilməsi və dəyərləndirilməsi mövzusunda giriş hissəni izah edim. Bugünkü təlimimizə deməli nələr daxildir? Biz bugün sizinlə öyrənəcəyik ki, deməli, mövzuya giriş olaraq uşaq inkişafının izlənilməsi və dəyərləndirilməsi ümumiyyətlə nə deməkdir? Həmçinin məktəbəqədər təhsildə qiymətləndirmə nədir? Dəyərləndirmə və qiymətləndirmənin fərqi nədən ibarətdir? Mən düşünürəm ki, bax bu dəyərləndirmə və qiymətləndirmənin fərqi məsələsi bizim bir çox müəllimləri narahat edən bir məsələdir. Sizin üçün bugün yadda qalan bir izah verməyi düşünürəm. Birlikdə baxacağıq ki, əsas fərqləri nələrdir və çox sadə dillə izah verəcəm. Həmçinin biz baxacağıq qiymətləndirmə üzrə əsas anlayışlar hansılardır? Qiymətləndirmənin özünün hansı növləri var? Bilirsiniz ki, diaqnostik, formativ və summativ qiymətləndirmə növlərimiz var. Bu növlərə biz ətraflı detallıca baxacağıq və biz baxacağıq həmçinin qiymətləndirmənin aparılmasına verilən əsas tələblər hansılardır, həmçinin qiymətləndirmənin əsas məqsədi
nədir və niyə görə biz müəllimlər məktəbəqədər təhsildə qiymətləndirmə aparmalıyıq? Siz çərçivə sənədində sizinlə paylaşılan rəsmi sənədlərdə görə bilərsiniz ki, məktəbəqədər təhsilin kurikulumu sənədi, məktəbəqədər təhsil proqramının sonuncu hissəsində, 3-cü hissəsində mövzu qiymətləndirməyə ayrılıb. Bilirsiniz ki, kurikulum özü 3 hissədən ibarət olur, əziz müəllimlər. Məzmun hissə, öyrədəcəyimiz məzmun hissə, uşaqlara öyrədəcəyimiz məzmun hissə, həmçinin təlim strategiyaları hissəsi ki, bu məzmunu hansı metodlarla, hansı strategiyalardan istifadə etməklə biz uşaqlara təlim verəcəyik və 3-cü hissəsi kurikulumun oldu, deməli, qiymətləndirmə. Deməli, birinci hissəmiz məzmun, ikinci hissəmiz təlim strategiyaları və üçüncü hissəmiz isə olacaq qiymətləndirmə və bugün biz sizinlə qiymətləndirmə hissəyə baxacağıq. Yəni, təhsil sənədinin sonunda verilən qiymətləndirmə hissəyə. Mən tövsiyə edirəm ki, əziz müəllimlər, siz özünüzlə mövzu izahına keçməzdən qabaq kağızınızı, qələminizi götürəsiniz və bugün bu izahı qeydlər apararaq baxasınız ki, yenidən dönüb sizin üçün çox daha rahat olacaq. Mən hər zaman müəllimlərə tövsiyə edirəm ki, izahı izləyərkən, dinləyərkən çalışın ki, tam fokusda olasınız, diqqətlə baxasınız və həmçinin bura qeydlər aparmaqla izaha baxasınız, izahı izləyəsiniz ki, daha çox yadınızda qalsın. İndi biz başlayaq ki, uşaq inkişafının izlənilməsi və dəyərləndirilməsi ümumiyyətlə nədir? Və birinci hissədə baxaq ki, məktəbəqədər təhsildə qiymətləndirmə ümumiyyətlə nədir? Deməli, əziz müəllimlər, əksəriyyət qiymətləndirmə deyəndə uşaqları testdən keçirməyi nəzərdə tutur. Yəni, ancaq siz yaxşı bilirsiniz ki, 3-6 yaş arasında olan uşaqlar çox sürətlə böyüyürlər, müxtəlif templə, həm də fərdi maraqlarına uyğun şəkildə inkişaf etdikləri üçün məktəbəqədər təhsildə qiymətləndirmə müəyyən bacarıq və ya bilikləri eyni şəkildə, eyni zamanda qazandıqlarını ölçmək demək deyil. Yəni, biz burada nəyi nəzərdə tuturuq? Bu yaşda təbii şəraitdə müşahidələr aparmaqla və hekayə tipli qeydlər yuxarı yaşda olan uşaqlar və böyüklər üçün istifadə edilən qiymətləndirmə strategiyalarından daha çox bizə məlumat verə bilir. Deməli, böyük yaşlı uşaqlardan, məsələn, abituriyentlərdə deyək ki, Dövlət İmtahan Mərkəzinin test imtahanına hazırlaşır abituriyentlər ki, ali məktəblərə qəbul ola bilsinlər və həmin dönəmdə test üsulu sınanmış və etibarlı bir üsuldur. Amma məktəbəqədər yaş dövründə bu 3-6 yaş arasında olan uşaqları əhatə etdiyi üçün abituriyentlərdə olduğu kimi biz testlərdən burada istifadə edə bilmirik. Amma burada müəyyən diaqnostik testlər istifadə oluna bilir. Yəni, məktəbəqədər təhsil üzrə mütəxəssislərin tərtib etdikləri bəzi standart testlər var ki, onlar da diaqnostika məqsədi daşıyır. Yəni, xüsusi fiziki, psixoloji və ya ola bilər ki, davranış müdaxilələrinə hazırlaşmaq üçün uyğun olur həmin testlər. Amma qiymətləndirmədə isə biz daha çox müşahidə və sənədlər vasitəsilə uşaqların nələri və necə öyrənmələri haqqında məlumat alırıq. Yəni, burada məqsədimiz öyrənmə fəaliyyəti və real vəziyyətlərdə məşğul olarkən uşaqların fərqli bacarıq və biliklərdən necə istifadə etdiyini müəyyənləşdirməkdir. Yəni, biz uşaqları müxtəlif məkanlarda, zamanlarda və kontekstlərdə müşahidə edərək onların maraqları, güclü cəhətləri və bacarıqları haqqında bir dolğun mənzərəyə sahib ola bilərik. Və onu da qeyd edeyim ki, müəllimlər, izahı izlədinizsə, bu PDF-i əldə etmək üçün ödənişsiz şəkildə mənimlə həmin WhatsApp nömrəm üzərindən əlaqə saxlaya bilərsiniz ki, bu PDF-i də sizə göndərim. İndi, hörmətli müəllimlər, gəlin baxaq ki, sizin üçün hazırladığım bu sadə cədvəldə biz nələri nəzərdə tuturuq. Deməli, qiymətləndirmə haqqında dedik ki, yanlış bir düşüncə var məktəbəqədər təhsildə. Bu da nədən ibarətdir? Bu da ondan ibarətdir ki, çoxları məktəbəqədər təhsildə qiymətləndirməni uşaqları testdən keçirmək kimi anlayır. Amma burada daha çox müşahidə, tərbiyəçi müəllimin müşahidəsi və həmin müşahidə əsasında apardığı qeydlər vasitəsilə uşağın inkişafı izlənilir və qiymətləndirilir.
Həmçinin 3-6 yaşlı uşaqlar fərqli templə, fərqli maraqlarına, özlərinin fərdi maraqlarına uyğun şəkildə inkişaf edirlər. Ona görə də hamı eyni vaxtda, eyni bacarıqlara görə ölçülməsi düzgün olmaz hamının. Yəni, uşaqlar fərqli olduğuna görə, fərqli templə, fərqli sürətlə inkişaf etdiyinə görə biz uşaqları eyni bacarıqlara görə ölçə bilmərik. Onları fərdi şəkildə qiymətləndirməliyik. Və burada ən uyğun üsul nədən ibarət olacaq? Ən uyğun üsul ondan ibarət olacaq ki, təbii şəraitdə müşahidə və hekayə tipli qeydlər testdən daha çox bizə məlumat verir uşağın inkişafı haqqında. Və bəzi mütəxəssislərin hazırladığı testlər var ki, bunlar diaqnostika məqsədi ilə aparılır. Yəni, müəyyən problemləri görmək və ona diaqnoz qoymaq məqsədi ilə. Və bu da xüsusi müdaxilələr üçün uyğundur. Yəni, deyəndə ki, sizə sual gələndə ki, bəs məktəbə qədər təhsildə standart test yoxdur. Standart test var, amma bu testlər qiymətləndirmək üçün deyil, daha çox diaqnostik məqsədlə, yəni uşaqla bağlı diaqnostika aparmaq üçün, problemləri görmək üçündür, müəyyən davranış problemləri və s. psixoloji vəziyyətlə bağlı ola bilər. Amma qiymətləndirməyə aid deyil. Və burada daha çox müşahidə üsulundan istifadə olunur. Bu da ona görə belədir ki, 3-6 yaşlı uşaqlar fərqli templə və fərdi maraqlarına uyğun olaraq inkişaf edirlər. Və qiymətləndirmənin məqsədinə gəldikdə isə, uşağın öyrənmə prosesində müxtəlif bilik və bacarıqlardan necə istifadə etdiyini görməkdir, öyrənməkdir müəllim üçün burada əsas məqsədlərdən biri. Və bunu biz necə həyata keçiririk? Uşaqları müxtəlif məkanlarda, dediyimiz kimi, zamanlarda və vəziyyətlərdə müşahidə etməklə onların maraqları, güclü tərəfləri və bacarıqları haqqında daha dolğun bir mənzərə yaratmaq yolu ilə edə bilərik. Deməli, məktəbəqədər təhsildə qiymətləndirmə dedikdə test yox, müşahidə və sənədləşdirmə başa düşülür. İndi gəlin baxaq uşaq inkişafının izlənilməsi məsələsinə. Burada, deməli, məktəbəqədər təhsil proqramının tətbiqində tərbiyəçilərin ən mühüm funksiyalarından biri də nədir? Müşahidəçi kimi fəaliyyət göstərmək. Yəni, tərbiyəçinin çox ciddi bir müşahidə qabiliyyəti olmalıdır. Çox ciddi bir müşahidəçi olmalıdır tərbiyəçi. Vacib xüsusiyyətlərindən biridir müşahidə qabiliyyətinin olması. Niyə görə? Çünki müşahidə funksiyasını yerinə yetirmək üçün tərbiyəçi müşahidəyə müəyyən vaxt ayırmaqla yanaşı və onun aparılmasında lazımi vəsaitlərlə təmin olunmaqla yanaşı, həm də bu bacarığını ona görə ən yüksək səviyyədə tətbiq etməlidir ki, uşaqları düzgün qiymətləndirə bilsin. Yəni, uşağın inkişafının izlənilməsi üçün ən səmərəli yollardan biri dedik ki, təbii şəraitdə, evdə, məktəbəqədər müəssisədən kənar bir mühitdə uşağın müşahidə edilməsi və müşahidə etdiklərinə dair qeydlərin aparılmasıdır. Tərif olaraq desək, yəni müşahidə. Və müşahidə və qeydlərin aparılması yolu ilə tərbiyəçilər uşaq haqqında məlumat əldə edib, onun fəaliyyətlərini planlaşdırmalıdırlar. Uşağın ailəsi ilə paylaşmaq üçün həmin o sənədlərdən istifadə edə bilərlər. Və müşahidə nədir desək, müşahidə uşağın məşğuliyyətinə kənardan müdaxilə etmədən, bax bu hissəni diqqətlə dinləyin. Müşahidə etmək uşağa müdaxilə etmək demək deyil. Yəni, müşahidə uşağın məşğuliyyətinə kənardan müdaxilə etmədən tərbiyəçi tərəfindən seyr edilməsi prosesidir. Yəni, tərbiyəçi burada uşağı yalnızca müşahidə edir, seyr edir. Yəni, onun hərəkətlərinə, davranışlarına müdaxilə etmir. Və ona görə biz deyirik, müşahidə təbii şəraitdə aparılmalıdır. Və tərbiyəçilər qeydə aldıqları həmin davranışları mütləq müşahidə sənədlərində, qeyd sənədlərində dəqiq təsvir etməlidirlər. Yəni, müşahidə olunmuş fəaliyyət və davranış nümunələri mütəmmadi halda qeyd olunmalıdır. Və bizim təlimimizin növbəti hissələrində mən qiymətləndirmənin müşahidə növü haqqında sizə ətraflı bir məlumat verəcəm və orada qeydə almanı biz necə aparmalıyıq? Sizinlə bu barədə müxtəlif materiallar da bölüşəcəm. Həmin materialları da mənimlə 055 933 55 75 nömrəsinə yazmaqla əldə edə bilərsiniz. Hətta bu izahı izlədikdən sonra bu izahla bağlı bu PDF-dən savayı da mənim əlimdə sizin üçün faydalı olacaq materiallar var. Sadələşdirilmiş formada həmin materialları da mən sizinlə bölüşməyə hazıram. Və WhatsApp qrupunda da yaza bilərsiniz həmçinin. Deməli, qeydə alınan, qeyd sənədləri ona görə vacibdir. Burada qalmışdıq ki,
Həmin sənədləşmə işini müəllim düzgün aparmağı bacarmalıdır və qeydalma prosesi necə olmalıdır? Bax, bu haqda çox dəqiq bir məlumata sahib olmalıdır. Müşahidələr sistemli şəkildə aparılmalıdır və bu nə deməkdir, sistematik şəkildə aparılma? Yəni, uşaqların müəyyən müddət ərzində bir çox fərqli fəaliyyətlərdə iştirakı zamanı onların inkişafının izlənilməsinə imkan yaratmaqdır. Deməli belə, biz burada nə görürük? Əsas funksiyalarından biri nədir? Tərbiyəçi, müəllim məktəbəqədər təhsildə mütləq müşahidəçi kimi fəaliyyət göstərməlidir. Müşahidənin əsas şərti ondan ibarətdir ki, müşahidə üçün vaxt ayrılmalı və lazımi vasitələrə malik olmalıdır tərbiyəçi müəllim və ən səmərəli yol da ondan ibarətdir ki, biz uşağı təbii şəraitdə müşahidə etməliyik, evdə ona müdaxilə etmədən, yəni evdə, bağçada və digər mühitlərdə və qeydlərin aparılması da çox vacibdir, müşahidə edilənləri yazmaq çox vacibdir. Nəticədə tərbiyəçi bu məlumatlardan uşağın fəaliyyətini planlaşdırmaq və valideynlərlə paylaşmaq üçün istifadə edə bilər. İndi gəlin davam eləyək dəyərləndirmə və qiymətləndirmə haqqında ki, bu mövzu müəllimlərin çətinlik çəkdiyi mövzulardan biridir. Dəyərləndirmə və qiymətləndirməni biz bəzən bir-birindən qarışdırırıq, amma burada incə fərqlər var ki, indi mən sizinlə sadə dildə onları paylaşacağam və siz həmin materialı, hissəni öyrənməklə artıq dəyərləndirmə və qiymətləndirmə ilə bağlı hər hansısa bir problem yaşamayacaqsınız bundan sonra. İndi gəlin baxaq. Kurikulum sənədində belə izah olunub ki, dəyərləndirmə məlumatların təhlili və nəticələrin çıxarılması prosesidir. Doğrudur. Deməli, dəyərləndirmə nəzərdə tutulan ümumi təlim nəticələrinə nail olmaqda, uşağın əldə etdiyi irəliləyişi müəyyən etmək üçün qiymətləndirmə əsasında toplanmış məlumatlar barədə mühakimə yürütməkdən və məlumatları şərh etməkdən ibarətdir. Və məktəbəqədər təhsildə qiymətləndirmə isə uşaqların inkişafı, nailiyyətləri və xüsusi ehtiyacları haqqında məlumatların toplanılması və təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun obyektiv, etibarlı vasitələrlə ölçülməsidir. Ola bilər ki, bu tərif sizin üçün çətin oldu. İndi gəlin biz baxaq ki, sadə dillə deyəndə, dəyərləndirmə və qiymətləndirmə deyəndə biz nəyi başa düşürük və burada əsas məsələlər nədən ibarətdir? Əziz müəllimlər, bu hissəni diqqətlə yadda saxlayın. Qiymətləndirmə uşağın inkişafı, nailiyyətləri və ehtiyacları haqqında məlumat toplamaq və bunları obyektiv şəkildə ölçməkdir. Yəni, biz hər hansısa bir müşahidə aparırıq, həmin müşahidədə baxırıq ki, uşaq nəyi bacarır, nəyi öyrənib, nəyi hələ mənimsəməyib ola bilər ki, bax, bu suallara özümüz üçün cavab tapırıq və onu müşahidə sənədinə qeyd eləyirik. Bu artıq ölçülə bilən smart məqsədlər əsasında aparılır. Və dəyərləndirmə isə həmin topladığımız məlumatları təhlil etmək daha sonra və nəticə çıxarmaqdır daha çox. Yəni, uşağın inkişafı hansı səviyyədədir? Gələcəkdə hansı dəstəyə ehtiyacı var? Bax, bu sualları cavablandırmaqdır. Və məktəbəqədər təhsildə bu iki anlayışın əhəmiyyəti ondan ibarətdir ki, uşağın inkişafını izləmək və istiqamətləndirmək, tədris prosesini daha keyfiyyətli etmək üçün müəllimə məlumat vermək, yəni o məlumatı oradan götürürük ki, görək tədrisdə hansı boşluqlar var, biz daha çox nələri etməliyik və uşağın təlimində düzəlişlər aparmaq, onun fərdi ehtiyaclara uyğun dəstək vermək. Həmçinin valideynlərlə ünsiyyət qurmaq və uşağın irəliləyişini paylaşmaq da bura aiddir. İndi gəlin baxaq. Bir daha bu mövzunun üzərindən keçək. Deməli, dəyərləndirmə və qiymətləndirmənin fərqi nədir? Deməli, məktəbəqədər təhsildə dəyərləndirmə və qiymətləndirmə biz dedik ki, tez-tez bir-biri ilə qarışdırılır, amma onların arasında aydın fərqlər var. Dəyərləndirmənin o nəticəsi var ki, uşağın bilik və bacarığı barədə mühakimə yürütmək, hansı sahələrdə dəstəyə ehtiyacı olduğunu müəyyən etmək, yəni əsas nəticədə biz bunu gözləyirik buradan. Və təbii xüsusiyyəti odur ki, bu daha çox prosesual, yəni prosesə bağlı olan, yəni öyrənmə və fəaliyyətlərin ardıcıllığı, mərhələlərini bildirir burada. Yəni, uşağın inkişaf yolunu izləmək üçündür. Bir nümunə gətirim. Deməli, müəllim uşağın rəsm bacarığını izləyir və hansı texnikaları daha rahat öyrəndiyini özü üçün qeyd edir sənədləşməyə və uşağın inkişaf mərhələsini burada qeyd edir. Qiymətləndirmə isə burada əsas məqsəd, əsas fərq ondan ibarətdir ki, toplanmış məlumatları ümumiləşdirərək və ölçülə bilən formada nəticəyə çevirməkdir.
Uşağın müəyyən dövr ərzində nailiyyətlərini ölçmək və xülasə etmək, proqramın nəticələrinə çatıb-çatmadığını müəyyən etmək nəticəsini biz burada gözləyirik. Təbii xüsusiyyəti isə ondan ibarətdir ki, daha çox yekun, yəni nəticəyə fokuslanır. Dəyərləndirmənin təbii xüsusiyyəti o idi ki, daha çox prosesə bağlıdır. Yəni mərhələlərdən biridir. Bu davam edici bir şeydir. Yəni uşağın inkişaf yolunu izləyir. Qiymətləndirmə isə artıq müəyyən yekun bir nəticəyə fokuslanır. Və burada bir misal gətirək ki, yarımillik və illik hesabatlar hazırlayırıq da biz. Yəni uşağın əldə etdiyi nailiyyətləri qiymətləndirmək və ibtidai sinif müəllimləri ilə paylaşmaq kimi bir öhdəliyimiz var məktəbə qədər təhsilin sonunda. Bax, bu yekun bir qiymətləndirmədir. Bu artıq qiymətləndirməyə aid olan bir misaldır. Və gəlin burada cədvəldə baxaq ki, ayırd edək ki, qiymətləndirmə uşağın inkişafı, nailiyyətləri və ehtiyacları barədə məlumat toplamaq və ölçmək prosesidir. Dəyərləndirmə isə toplanmış məlumatlara baxıb, həmin o toplanmış qiymətləndirmə vasitəsilə aparılan toplanmış məlumatlara baxıb, nəticə çıxarmaq, uşağın irəliləyişini anlamaq prosesidir. Hansı ki, daha sonra bizə bir məlumat verir ki, biz bundan sonra hansı təlim strategiyalarından istifadə etməliyik ki, uşağın daha çox inkişafına nail olaq, planımızı necə qurmalıyıq, hansı metodları seçməliyik və əslində qiymətləndirmənin bəzi müəllimlər düşünürlər ki, əsas işi hər bir uşağa öz qiymətini vermək və bununla yekunlaşdırmaqdır. Əslində qiymətləndirmənin əsas məqsədlərindən biri təlim-tədris prosesini gələcəkdə daha yaxşı necə qurmaq olar sualına cavab tapmaqdır. Müəllimə bu suala cavab tapmaqda kömək edir. Biz qiymətləndirməni aparırıq, vəziyyətə baxırıq, müəyyən bir nəticəyə gəlirik və gələcəkdə öz fəaliyyətimizi necə quracağımıza dair həmin qiymətləndirmənin göstərdiyi nəticə bizim üçün çox gözəl bir yol xəritəsidir. Yəni, sadə dillə desək, dəyərləndirmə uşağın inkişafını izləmək və anlamaq üçündür, qiymətləndirmə isə uşağın nəticələrini ölçmək və yekunlaşdırmaq üçündür. İndi gəlin baxaq ki, qiymətləndirmənin hansı məqsədləri var. Qiymətləndirmənin əsas məqsədlərindən biri və birincisi təlimin keyfiyyətini artırmaq, yəni dərsləri daha səmərəli etmək, tədrisi səmərəli etməkdir ikinci bir məqsədi, yəni müəllimin öz işini düzgün planlaması burada nəzərdə tutulur, inkişafı izləmək, yəni uşağın bacarıq və dəyişikliklərini görmək, eləcə də istiqamət vermək, yəni uşağın daha yaxşı öyrənməsi üçün dəstək göstərmək, həmçinin kurikuluma düzəliş etmək, yəni qiymətləndirmə nəticəsinə görə proqrama dəyişiklik etmək, həmçinin valideynlərlə ünsiyyət qurmaq da qiymətləndirmənin məqsədlərindən biridir, yəni ailəyə uşağın öyrənməsi barədə aydın məlumat vermək üçün biz qiymətləndirmə nəticələrimizdən istifadə edirik. İndi gəlin baxaq ki, qiymətləndirmənin hansı növləri var. Məktəbəqədər təhsildə dedik ki, biz qiymətləndirmə imtahan demək deyil. Burada əsas məqsəd uşağın inkişafını izləmək, tədrisi yaxşılaşdırmaq və ona uyğun dəstək verməkdir. Məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafını izləmək üçün biz əsasən hansı 3 növ qiymətləndirmədən istifadə edirdik də, hörmətli müəllimlər? Birincisi, diaqnostik, yəni ilkin qiymətləndirmə. İkincisi, formativ, yəni cari qiymətləndirmə və summativ qiymətləndirmə, hansı ki, bu daha çox məktəbə hazırlıq qrupundadır. İndi gəlin biz baxacağıq. Deməli, diaqnostik qiymətləndirmə, yəni bir diaqnoz qoymaq üçün biz bundan istifadə edirik. Daha çox sentyabr-oktyabr aylarında istifadə olunur, yəni dərs məşğələlərinin əvvəlində aparılır və burada məqsəd uşağın hazırki inkişaf səviyyəsini öyrənməkdir və hər bir uşağın fərdi ehtiyaclarını müəyyən etməkdir ki, uşaqların inkişaf səviyyəsi hansı vəziyyətdədir, bir növ diaqnoz qoyuruq bu qiymətləndirməni aparmaqla daha doğrusu və daha sonra işimizi planlayırıq buna uyğun. Və formativ qiymətləndirmə, bu qiymətləndirmə uşaqların daha çox gündəlik inkişafını izləmək və onları düzgün istiqamətləndirmək üçün aparılır. Yəni müəllim uşağın necə öyrəndiyini və hansı tərəflərinin dəstəklənməli olduğunu müntəzəm olaraq formativ qiymətləndirmə vasitəsilə izləyir. Və summativ qiymətləndirmə, bu artıq yekun qiymətləndirmə deməkdir. Bu söz ingilis dilindən götürülüb, hörmətli müəllimlər. Yəni sum up deməkdir, yəni yekunlaşdırmaq, ümumiləşdirmək deməkdir. Bu qiymətləndirmə uşağın müəyyən müddət ərzində qazandıqlarını ümumiləşdirmək üçün edilir və summativ qiymətləndirmə yarımillik və illik hesabat formasında hazırlanır. Və məktəbəqədər pillədə summativ qiymətləndirmə əsasən məktəbə hazırlıq qruplarında ildə 2 dəfə hər yarım ilin sonunda aparılır.
Burada məqsəd uşağın proqram üzrə il ərzində əldə etdiyi nailiyyətləri ümumiləşdirmək və onların ümumi təlim nəticələrini görməkdir. Və bu məlumatları əlbəttə ki, biz nə edirik? İbtidai sinif müəllimləri ilə bölüşürük. Və burada da uşaq məktəbəqədər təhsildən ibtidai təhsilə daha rahat və uğurlu şəkildə keçə bilir. İndi gəlin baxaq. Bir cədvəl qurmuşam mən sizin üçün. Bu qiymətləndirmə növləri və əsas anlayışları nələrdir? Dedik ki, biz qiymətləndirmənin 3 növü var. Bir daha təkrarən bu hissəyə baxaq. Deməli, birincisi qiymətləndirmə olur. Diaqnostik növü. Bu sentyabr-oktyabr aylarında, yəni məşğələlərin əvvəlində aparılır. Burada əsas məqsəd odur ki, yəni diaqnostik qiymətləndirməni aparmaqda əsas məqsəd odur ki, uşağın ilkin inkişaf səviyyəsini, bilik və bacarıqlarını, həmçinin fərdi ehtiyaclarını öyrənmək. Xüsusiyyətləri də bundan ibarətdir ki, tədrisə başlamazdan əvvəl aparılır diaqnostik qiymətləndirmənin əsas ayırd edici xüsusiyyəti budur. Yəni, müəllim uşağın hansı bacarıqlara sahib olduğunu ilin əvvəlində görür. Hər uşağın fərdi ehtiyaclarını üzə çıxarır. Nəticədə isə müəllim tədris planını neyinir? Uşağın fərdi ehtiyaclarına uyğun qurur. Və formativ qiymətləndirmə bizim ikinci qiymətləndirmə növümüz. Tədris ili boyu müntəzəm, gündəlik olaraq və yaxud aylıq olaraq aparılır. Burada əsas məqsəd ondan ibarətdir ki, uşağın inkişafını izləmək, düzgün istiqamətləndirmək, güclü və zəif tərəflərini müəyyənləşdirmək və əsas xüsusiyyətləri də bundan ibarətdir ki, formativ qiymətləndirmə diaqnostik kimi ildə bir dəfə ilin əvvəlində aparılmır. Bu, davamlı aparılır, uşağın öyrənmə prosesinə kömək edir. Burada artıq geri dönüş, müəyyən bir rəy vermə, feedback məsələsi təmin olunur və hər bir inkişaf addımı mütləq şəkildə sənədləşməyə qeyd olunur. Və burada uşağın inkişafı addım-addım izlənilir və ən əsası da dəstəklənir. Summativ yekun qiymətləndirməyə gəldikdə isə ildə 2 dəfə, hər yarım ilin sonunda, həmçinin illik hesabatlarda bu aparılır və uşağın müəyyən müddət ərzində əldə etdiyi nailiyyətləri ümumiləşdirmək, məktəbə keçidə hazırlığını müəyyənləşdirmək üçün qeydləri biz aparırıq burada və yarımillik və illik hesabat şəklində hazırlanır, məktəbə hazırlıq qruplarında aparılır və ibtidai sinif müəllimləri ilə paylaşılır. Baxın, bu illik hesabat şəklində və uşağın ümumi inkişaf səviyyəsi göstərilir burada və məktəbəqədərdən daha doğrusu ibtidai təhsilə keçid asanlaşır. İndi baxaq. Görək ki, biz burada bizim sonuncu hissəmiz qiymətləndirmənin aparılmasına verilən tələblər hansılardır? Bu hissəyə də baxaq və daha sonra həmin tələblər haqqında diqqətlə məlumatlı olaq və növbəti vebinarımızda da müzakirə edəcəyimiz mövzu barədə mən sizə anons verəcəm. Deməli, qiymətləndirmənin keçirilməsinin də əsas tələbləri hansılardır? Yəni, əsas şərtlər hansılardır? Biz bilirik ki, məktəbəqədər təhsildə uşaqlar öyrəndiklərini müxtəlif yollarla göstərə bilirlər. Və burada qiymətləndirmənin düzgün aparılması üçün vaxtın və şəraitin düzgün seçilməsi də çox vacibdir. Çünki biz müşahidə vasitəsilə qiymətləndiririk uşaqları. Məsələn, uşağın əhval-ruhiyyəsi, sualların növü və uşağın onlarla tanışdığı, həmçinin sualları başa düşməsi nəticələrə burada əlbəttə ki, çox köklü bir təsir göstərəcək. Və ona görə də qiymətləndirməni apararkən bir sıra prinsiplər var ki, biz ona əməl etməliyik ki, düzgün nəticə alaq. Deməli, qiymətləndirmə uşaqların nə isə bilmədiyini göstərmək üçün deyil. Onların bacardıqlarını və bildiklərini nümayiş etdirmək üçün aparılır, əziz müəllimlər. Və bu proses müəllimə imkan verir ki, planlaşdırdığı məşğələlərin və istifadə etdiyi təlim üsullarının nə qədər səmərəli olduğunu görsün. Yəni, əziz müəllimlər, qiymətləndirmə uşaqlarda müəyyən bir mənfi hisslər yaratmadan, onların özünə inamını və irəli getmək həvəsini gücləndirən müsbət emosional səviyyədə, müsbət emosional şəraitdə aparılmalıdır mütləq şəkildə. Və qiymətləndirmə uşaqlara vaxtaşırı tətbiq olunur və təlim fəaliyyətlərinə dair toplanmış müxtəlif sübutlara, məsələn, müşahidə iş nümunələrinə əsasən həyata keçirilir və hər bir uşağın xüsusi ehtiyacları, öyrənmə üsulu burada nəzərə alınır. Və qiymətləndirmə zamanı biz uşaqların hərəkətlərini, davranışlarını, müəyyən şəraitdəki fəaliyyət nəticələrini biz qiymətləndiririk. Burada uşağın hər tərəfli inkişafı nəzərə alınır. Deməli, burada əsas məsələlər nələrdir? İndi gəlin bir cədvəl şəklində də baxaq ki, sadə dillə deyəndə, buradan bu nəticəyə gəlirik ki, qiymətləndirmənin məqsədi uşağı yoxlamaq deyil, onun inkişafını izləmək və dəstəkləməkdir. Bu proses həm uşağa, həm müəllimə, həm də valideynə inkişafı görmək və lazımi dəstəyi vermək imkanı əlbəttə ki, yaradır. Deməli belə,
qiymətləndirməyə verilən əsas tələblər dedikdə biz deyirik ki, vaxt və şərait burada düzgün seçilməlidir. Yəni qiymətləndirmə uşağın əhval-ruhiyyəsi nəzərə alınaraq uyğun bir vaxtda aparılmalıdır. Yəni uşaq əgər özünü narahat hiss edirsə, temperaturu varsa, narahatdırsa, əlbəttə ki, burada hər hansısa bir davranışı ölçmək düzgün olmaz. Mütləq uşaq özünü gümrah, rahat hiss etməlidir ki, öz bacarıqlarını da düzgün nümayiş etdirə bilsin. Və suallar uşağın tanış olduğu məzmunla bağlı verilməlidir, yəni etibarlı olmalıdır. Valideyn prinsipi burada qorunmalıdır və başa düşüləsi dildə olmalıdır. Daha dəqiq və real nəticələri biz yalnız bu şəraitdə əldə edə bilərik. Və qiymətləndirmə uşaqların dediyimiz kimi nəyisə bilmədiyini yox, bacardıqlarını göstərməsi üçün təmin olunur və uşağın güclü tərəflərini üzə çıxarmaq və motivasiyasını artırmaq burada bizim əsas məqsədimiz olmalıdır. Həmçinin burada müəllimin fəaliyyətinə gəldikdə, tərbiyəçi müəllim məşğələlərin və təlim strategiyalarının nə qədər səmərəli olduğunu qiymətləndirir. Yəni həmçinin bir növ özü üçün də məlumat, statistik məlumat toplayır burada ki, lazım gəldikdə öz proqramına dəyişikliklər, öz yanaşmalarına, seçdiyi metodlara dəyişikliklər edə bilsin. Və təlimin mütləq, biz bir cümlə ilə bunu desək, uşağın inkişafına uyğunlaşdırırıq burada. Və qiymətləndirmə əlbəttə ki, mənfi hisslər yaratmadan uşağın özünə inamını və irəli getmək səylərini gücləndirərək aparılmalıdır. Yəni uşağı özünə inamsız etməməlidir, özünə olan inamını qırmamalıdır və uşaqda motivasiya və özünə inamı artırmaq məqsədi daşımalıdır və müntəzəm şəkildə aparılmalıdır. Yəni qiymətləndirmə vaxtaşırı və müxtəlif formalı sübutlara bilirsiniz ki, əsaslanır, müşahidə, iş nümunələri kimi və uşağın inkişafını biz burada davamlı izləyirik. Hər bir uşağın xüsusi ehtiyacları, öyrənmə üsulu və inkişaf mərhələsi burada nəzərdə alınır. Onların fərdi inkişafını dəstəkləmək məsələsi mütləq ön planda olur və uşağın hərəkətləri, davranışları və fəaliyyət nəticələri burada qiymətləndirilir. Uşaqlar həm öz nailiyyətlərini, həm də yoldaşlarının nailiyyətlərini qiymətləndirmə prosesində əlbəttə ki, iştirak edirlər və uşağın nəticələri öz əvvəlki nəticələri ilə müqayisə olunur, yəni uşaqlar bir-biri ilə müqayisə olunmur. Bir uşaq yalnız özü ilə müqayisə olunur qiymətləndirmə prosesində, əvvəlki nəticələrinə əsasən və valideynlər və təhsil mütəxəssisləri ilə mütəmadi əlaqə saxlanılır uşaq inkişafı ilə bağlı və yaxud ola bilər ki, uşağın inkişafındakı geriləmə ilə bağlı və tərbiyəçi hər uşağın nailiyyətlərini ardıcıl olaraq izləyir. Deməli, əziz müəllimlər, buradan belə bir nəticəyə gəlirik ki, qiymətləndirmə uşağın inkişafını izləmək və dəstəkləmək üçün çox vacib bir prosesdir və bu prosesdə biz uşağın bacarıqlarını üzə çıxarırıq, onun özünə inamını gücləndiririk, müəllimlərə təlim strategiyalarını təkmilləşdirmə imkanı verir həmçinin qiymətləndirmə və həmçinin qiymətləndirmə uşaqların sosial bacarıqlarını, məsuliyyət hissini və fərdi inkişaf dinamikasını izləmə imkanı bizə yaradır. Müəllim, uşaq və valideynlər arasında davamlı ünsiyyət və əməkdaşlıq prosesi daha səmərəli olur. Deməli belə, biz gələn dərsimizin, vebinarımızın növbəti hissəsində bugün mən sizə giriş, yəni əsas anlayışları izah etmiş oldum. Qiymətləndirmə mövzusunu daha detallı, biz mərhələli şəkildə mənim YouTube kanalımı izləməklə siz müşahidə edə bilərsiniz ki, mən hər həftə yükləyirəm, davamını da planlaşdırıram ki, hazırlayım və hər bir deməli, hər bir qiymətləndirmə növünü ayrı olaraq sizə izah edim. Bundan sonraki dərslərimizdə biz bununla məşğul olacağıq və bu həmin videoları da mən öz YouTube kanalıma yükləyəcəm. Əgər bu hazırladığım material sizə faydalı oldusa, mütləq şəkildə YouTube kanalıma abunə olun, şərh yazın, suallarınızı yazın, qeyd eləyin və hazırladığım videoları bəyənin ki, belə bu tipli məzmunların, hazırladığım bu tipli materialların davamı gəlsin və kanalıma abunə olduqda siz bildiriş butonunu da aktivləşdirin ki, mən hər dəfə video yüklədikdə kanalıma sizə bu barədə xəbərdarlıq gəlsin və izləyəsiniz. Deməli, hörmətli müəllimlər, dediyimiz kimi növbəti hissədə biz dəyərləndirmə və qiymətləndirmənin metod və vasitələri barədə danışacağıq və hansı metodları var, mən bura qısa olaraq qeyd eləmişəm, amma daha ətraflı növbəti dərsimizdə biz buna baxacağıq. Deməli, qeyd edeyim ki, sizinlə mən idim, təlimçi Çimnaz Şıxverdiyeva və biz uşaq inkişafını düzgün qiymətləndirməyi öyrənmək bizim üçün niyə vacibdir? Biz dedik ki, imtahanda uğur qazanmağın açarlarından biridir. Həm test mərhələsində buna dair, bu mövzuya dair suallar düşür və əsasən müsahibə mərhələsində və həmçinin kursuma qoşularaq da siz hər sualın arxasındakı əlbəttə ki, nəzəriyyəni başa düşəcəksiniz
Bu da o deməkdir ki, artıq imtahanda səhv cavab vermək qorxusu olmayacaq. Həmçinin özünüzü sınayıb nəticəni dərhal hiss eləyəcəksiniz işlədikcə, çünki dərslər praktik tapşırıqlar vasitəsilə təşkil olunur. Həmçinin imtahan və real iş həyatı üçün hazır olacaqsınız. Məsələn, uşaqların bacarıqlarını deyək ki, qiymətləndirməyi öyrənərək siz həm iş prosesində onları düzgün qiymətləndirməyi, praktikada həyata keçirməyi çox yaxşı mənimsəyəcəksiniz və bununla bağlı qeyd elədiyim kimi mənim əlimdə başqa materiallar da var. Əgər bu materialları istəyirsinizsə mənə YouTube-da bu videonun sonunda şərh yazın. Şərh yazmaqla da bildirə bilərsiniz və əlbəttə ki 055 933 55 75 nömrəsinə yazmaqla da məlumat ala bilərsiniz və tövsiyə etdiyim kimi mütləq kanalıma abunə olun bu videolardan xəbərdar olmaq üçün və bildirişləri açın ki, hər həftə sizə imtahana hazırlıq və praktik nümunələri göndərərkən siz də onları izləyə biləsiniz. Çünki mənim hazırladığım kursda əsas fərq ondan ibarətdir ki, biz addım-addım öyrənirik və fərdi dəstək planından yararlanmaq fürsətiniz olur. Hər birinizdə imtahanda və gələcək işlərinizdə bütün fəaliyyətinizdə uğurlar arzulayıram. Qiymətləndirmə, uşaq inkişafının izlənilməsi və dəyərləndirilməsi mövzusuna dair hazırladığımız ilk vebinarımız, təlim materialımız burada yekunlaşır. Gələn dəfə görüşənədək hörmətli müəllimlər, özünüzə yaxşı baxın.